neydirsiniz cavan oğlan? Yəqin ki, sizə niyəni eləyirəm. Oh! Elə deyil? Oh! Şüphe eləyirəm. Siz mən eləyəni heç vaxt eləyə bilməzsiniz. Ha! Elə isə özür istəyirəm. Buyurun. Səhv salmışam. Uy! Məncə burada hava yoxdur. Sizə elə gəlmir? Hava yoxdur, hava. Dəhşətdir. Belə olduğu halda heç olmasa pəncərələri aça bilərsiniz. Əlbəttə. Elə isə açın. Burada pencere yoktu. Ona göre de onu açmak Mümkün değil. Necə yəni? Pəncərə yoxdur. Yoxdur, açmaq mümkün deyil. Bəs pərdələrin dalında? Öyle. Ha, Bunlar perde değil. Kulisler. Kulisler? Meğer bura tiyatrodur. Bəli cavan oğlan. Bəli. biz sizinle ya. Tiyatrodayım. Ya atılmış sirkte ya da at tövbesinde. Herhalde ne orada ne de o birisinde pencere olur. Olmuş. Yine sualınız vardır. Sualın? Vardır. Var. Uf. onlar hələ gəlməyiblər. Soruşuram ki, onlar hələ gəlməyiblər. Qəribədir ki, onlar hələ gəlməyiblər. Çox qəribədir. Bir də ki, yəqin saat 6 olmayıb. 6-da onlar gələrlər. Biz sizinlə eyni səbəbdən buradayıq. Bəli. Biz sizinle eyni sebepten buradayıq. Mən elanı nəzərdə tuturam. Ben bilirim siz neyi nezarete tutursunuz. Belə çıxır ki, siz birinci gəlmisiniz. Bəli, mən birinci gelmişim. Deməli mən ikinciyəm. İkinci sen. Bir də ki, bu otağı necəsə yoxlamaq lazımdır. Yoxlayın. Pəncərə yoxdur. Yoxdur. Bir də ki, narahat olmağına değmez cavan oğlan. Siz axı burada nə? Yaşayacaksınız. Ne de işleyeceksiniz. Elə değil. Bilmək olmaz. Bilmək olmaz. Burada nə yiyeceksiniz? Ne de işleyeceksiniz. Ben bilirim. Filippo. Neyse. Filippo. Siz Filippo dediniz. Ben Filippo dedim. Ümid eləyirəm yanılmamışam. Yok. Yanılmazsın. Nikola! Ah koca! Böyle duzna! Bu sensen ha? Mənəm. İlahi! Ama sen beni tanımadın.
Gör neçə il keçib. Gör neçə il keçib. Düz 30 il. 30 il keçib Filippo. Sen görmeyi bana bir aşağıya. Hayat, hayat, hayat yeniden. Bizi birbirimizin ağusuna at. Ama gör, ne güne kalmışsan, ay bedbəxt. Gör hayat seni ne güne koyup, ay yazık. Düzünü deyim, heç yaxşı görünmürsən. Ama ev yoktu. Yüreğime salma. Yadıma düştü. Filippo, eşittim. Senin yumurtalarından birini kesip atıblar. Ha? Ben bile demiyorum ha. Cemaat bile değil. Bilmirəm inanım yoksa yok. Doğrusu ben heç özüm de bilmirəm neyimi hardan kesiblər. Yaxşı dayı. Yaxşı. Abi sen niye utanırsın? Sen öz dostundan niye utanmalısın ki? Filippo. Cehennem ol. Öz yumurtalarımla meselemi ben özüm ayırt ediyorum. Başa düştün Nikola. Bir dakika. Yumurtalarından yok, yumurtamla. Sizi yumurtanızla baş başa bırakırım. Yaxşı yadıma düştü. Deyirlər seni delikanada görüblər ha? Özde deyirlər seni orada 4 il saxlayıblar. Bilmirəm inanım ya yox. Axı senin başında həmişə problem olur. Bəs. Bəs. Yoxsa ağlayacağım, bəs. Ağla ağla. Hətta o. Bu sevinç gözyaşlarıdır ağla. Sevinç yox, göz yaşları. Çok ahmak adamsın. Sana göre bütün grimim körlandı. Grimin? Ha, axı sen niye o zibili sifətine çəkirsən ki, sifətin körransın, grimin körransın, bilmirsən, üzdə qırışlar əmələ gətirir? Yadında sakla. Benim yüzümün hiç arasında hiçbir kırış yoktu. Mıramır. Yoktu demeli olacak. Olmayacak. Ama esas o değil dostum. Esas odur ki biz yeniden bir yerdeyiz Nikola bir yerde. Belli. Ben seni hiç yana bırakan değilim dostum. Hiç yana. İtiraz eleme dostum. Hayat oldukça kısa. Biz bu tek bir yerde olmalıyız çünkü bizi sanat birleştirir. Biz ala bu koca vaxtımızda onlara göstereceğiz. Bravo. Senden yalnız bircə xahişim var Nikola. Köhnə dostluğumuzun xətrinə çıx. Get.
Emin. Buradan çık. Git. Ne kadar ki bir yağmur almamışsan buradan çık git. Nikola, sonra ben seni taparım. Bir yerde yaşarız. Hemşe olduğu kimi Nikola. Ama şimdi buradan çık git. Bura mezardı dostum, mezar. Ben senin yerinde olsaydım riskelemezdim. Sen bitmişsen dostum, bitmişsen. Çık git, yalvarırım buradan çık git Nikola. Çık Kes git. sesini akma! Sen özünü ne hesap edirsən, ha? Sen özünü ne hesap edirsən? Onlar beni götürecekler. Beni! Çünkü ben her gün məşq edirəm. Ben öz üzeri deşləyirəm, başa düşürsən? Onlar ben... Yaxşı, sakitləş. Sakitləş Nikola. Sakitləş. Görürsən, xəstəlikdən səndə can da qalmayıb, ay yazıq. Qalx. Qalx. Qalx gedəmə. Dincini al. Otur. İsti şorba iç. Fikirləş. Bir dəfəlik başa düş dostum. Burada səndə heç nə alınmayacaq. Heç nə. Çıx. Çamadanını qoy götür. Buradan sıx gedirik. Götürecekler. Senin o yeke dalından bir demiyi vurup buradan kovacaklar. Beni ise götürecekler. Onlar beni götürecekler. Çünkü ben gencəm, her gün məşq edirəm. Bax gör mən necə çevikəm. Onlar məni götürəcəklər. Çünkü mən hər gün öz üzərində işləyirəm. Bu yaşıma baxmayaraq, mən hələ də başı üstə dayanıram. Ayaklarının üstünde içinden dayanırsan, o çıkaldı başının üstünde dayanırsın. Sen hələ gəl, mənim məsələlər məl vur. Bir gram piyim yoxdur. Paxıllığından ölərsən axı. Ay Gombol. Ne? Melem Gombul? Bəl, gəl əl vur. Gəl əl vur. Sen ince seneten lekesen leke. Ben ne de beter kalmışım sana balaca cındır çamadanınla. O bir de plekanlar necə qalxmısan? Bəlkə sən bu böyük çamadanınla oranı uçar çıxarmısan. Ha? Elə bilirsən, niyə burada olduğunun səbəbini bilmirəm. Çünki sən artist deyilsən. Səni sirkdən it kimi qovduqları üçün buradasan. Çünki sən dilettantsan. Heç vaxt artist olmamısan. Bax sən busan. Bu. Heç kəsə də lazım deyilsən.
istedadsız. Mən sirkdən qovub. Məni sirkdən qovublar? Məni sirkdən qovublar? Bəli. Qulaq as. Onlara koca klon lazımdı. Güzel koca klon. Sensen insandan çok kölgeye okşayırsan kölgeye. Sen o giz ezilip büzülmelerinle hiç kesi güldürmek mümkün değil. Sen hiç ezilip üzülmesen de gülen yok. Acayip ben. Ha, Türkiye'den çek. Vaxtilə necə böyük sənətkar olmasından asılı olmayaraq vaxt gəlir ki, insan yalnız zibil qutusuna atılmaq üçün yaradılır. Vaxtında getməyi bacarmaq xüsusi bir istedaddır. Öyleysə özün çıx get. Səni burada kim saxlayır ha? Çıx get. Yani sen hele de başa düşmürsen ki senin için her şey bitip. Yani sen hele de başa düşmürsen ki sen artık finiştesin. Yani sen hele de başa düşmürsen sen bitmişsen. Onlar beni götürecekler gülersen. Çünkü onlara koca klon lazımdı. Evranda yazılıp ki koca klon talep olunur. Eğer iş yaşladıysa benim əzizim. Sen hamıdan yaxşı bilirsen ki. Ben senden 5 yaş böyüyüm. 5 yaş. Hayır, sen benden cami 11 ay böyüysen. Bəli, mən səndən cəmi 11 ay böyüyəm. Əgər bu dünyada bu qədər də olsa haqq ədalət varsa, 11 ay da kifayətdir. Adalette değil, iş hak adalette değil, istedat lazımdı. Başa düşmürsen istedat lazımdı. İstedat lazımdı. Yaxşı. Nəyimiz də olmasa, istedadımız kifayət qədərdir. Yaxşı dedim.
almısan. Gördün? Sana dedim axı. Heç kəsə lazım deyilsən. Oh. İndi sənə bir şey göstərəcəm. Kimin kim olduğu məlum olacaq. Göster. Budur o! Bilirsən, bu qəzetin neçə yaşı var? O səndən ayrılandan sonra mənim ilk uğurumun şahididir. Mən tez-tez bu qəzetə müraciət edirəm. Bu, həyat uğrunda mübarizə aparmaqda mənə güc verir. Bu çoxdandır sirlidir. İndi bu sirrə sən də şərik oldun mənim gənc dostum. Tüpürüm senin gazetine. Senin gazetin bana lazım değil. İstedad lazım da başa düşmürsen ay key istedad. Ay istedadsız, əgər sənə etibar edirlərsə, oxu. Cehennem ol. Görün burada nə yazır? Cehennem ol. Axırdan ikinci sətri oxu. Oxu, oxu. Ne yazılıb ki? Yazılıb ki sarışın klon arenadakilerin en parlağıydı. Sarışın klon. Həmin tədbirdə sarışın klon məhz mən idim. Nikola, yenə sualınız vardır. Yok. Dur. As. Ha, yaxşı yadıma düşdü. İndi o qəzetdən təyinatı üzrə istifadə edə bilərsən. Tualetdən. Bu qəzet sənin kan kimi gözünə batır. Çünki bu sənətin zirvədə olan vaxtıdır. Mən sarışın klon, klonların ən yaxşısıdır. Ən yaxşısı. Yaxşıdır. Cehennem ol. Gizlət qəzetini rədd elə buradan. Əlbəttə qəzetimi atsam sən sevinərsən, amma mən atmıram. Sənin və bütün lazım olan qoca klonların acığına atmayacağım. Bu sənətin zirvədə olan vaxtları idi. Sarışın klon, klonların ən yaxşısıdır. Nəyin yaxşısıdır? Nəyin yaxşısıdır? Çünki hamı ona gülürdü. Kim gülürdü? Kim gülürdü? Gülenler yalnız ahmaklar, içki düşkünleri, serhoşlar idi. Ah! Onlar gülürdüler. İnteligentler gülmürdüler. Bak, senin dövranın o vaxt bitti. Gazet gezdirir, bambulu. Axı senin o gazette hiç soyadın belə yazılmayıb. Mənim adım yüzlərlə afişa vardı. Hey, senin adın heç vaxt, heç bir afişada yazılmıyor. Nə dedi? Eşittiğini. Mənim adım heç vaxt heç bir afişada olmuyor. Senin adın Benim heç vaxt adım- heç bir afişada olmuyor. Yüz minlərlə afişa. Yok, 1 milyonlarla. Bəli, mənim adım milyonlarla afişa. Milyarlarla olan Olur. filmleri heç Olur. vaxt olmuyor. Olur. Olmuyor. Olmuyor. Yaxşı, zırıldama, zırıldama. Olur, olur. Yüzlərlə afişada olub. Bilirsən, niyə onlara məhz qoca klon lazım olub? Hə? Deyirəm, bilmirsən niyə onlara qoca klon lazım olub? Hə. Çünki əsl sənət artıq ölüb. Çünki indiki gənclər əsl sənətin nə olduğunu bilmirlər. Onlar bilirlər ki, bizlə bərabər bizim sənətimiz də öləcək, başa düşürsən?
Başa düşürsen Felipe bizden beraber bizim senetimiz de ölecek. Bizim senetimiz kızıla beraberdi. Bizim senetimiz kızıla beraberdi. Gör bir gedi var açıkta. Belki onlara ah tövlesinde işlemek için adam lazım. Ne? Mehter? Yerdeki kırıntıları görürsen Olmaz. Bunu evvelceden adama demeyi lazımdı. Bunu evvelceden adama demeyi lazımıydı. Eşidirsen, sen bunu bilirdin ha? Sen bunu bilirdin ahmak. Sen bunu bilirdin. Ben yol pulunu borç alıp gelmişim. Benim pulumu kim verecek? Eşidirsiniz! Benim pulumu kim verecek? Kim? saçma. Değilim eşidirsiniz. Benim pulumu kim verecek? Kim? Taş kışkırma. Kışkıracağım. Elim saçta ol. Sen beni vurdun. Eşidirsen. Eşidirsen. Hiç ne eşitmirəm. Çağırsan ona göre eşleşirmişsen. Ben eşidirəm. Ben eşidirəm. Ne eşidirsen? Baba, bilekenlerde kimse kalkır. Kimse kalkır. Bilekenlerde kimse kalkır. Kimse kalkır. Dayandı. 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 Sen onun dayandığını eşidirsen. Bir de Allah ki ses kesilip demeli dayanır. Eliyle çoğu yerinden terpensin. İlahi eliyle çoğu yerinden terpensin. Terpendi. İlahi. Terpendi. Terpendi. Nikola. Gel. Gelin lan. Gelin lan. Tanrı'ya andolsun ki bu Pepino'du. Gözlerime inanabilmedim. Bu hakikaten doğdu. Bugün nasıl olacak? Bugün nasıl olacak? Siz nece de qocalmışsınız uşaqlar. Gör neçə vaxtı sizi görmürəm. Ay alçaqlar. Pepe. Pepe sen ağlayırsan. Pepinho, sen ağlayırsan. Sen ağlayıram, Filippo. Ağlayıram. Ben de. Ben de ağlayırım. Ağlayın uşaqlar. Ağlayın.
Bura gel. Buna gel Pepe. Siz gecede kocamızı tuşarlar. Ben deli olacağım. Hiç vaxt ağlıma gelmezdi ki burada öz köhne dostlarımla rastlaşacağım. Hiç vaxt. Otur Pepe. Otur. Otur. Eyleş dincel. Ahmet. Eyleş ki biz sana doyunca tamaşa bakalım. edeyim. Bulduz. Otur dahi. Evet gel. Pepe. Eyleş eyleş. Buna ne oldu? Yatır. Böyle yatır. Gördün necine düşüyor? Yazık. Pilləkənləri güclə qalxır. Yaman arıqlıyım. Özdə yaman arıqlayıb. Güclə nəfəs alır. Gözlerinin altını gördün. Ha, qapqara idi. Güclə nəfəs alır. Koy o. Benim o lənətə gəlmiş sandığımla bu biləkənləri qalxdı görməcə qalxır. Otur dincini al. Qalx da gücün çatı sandığı da özünle götür. Əsəbləşmə Pepe. Biz bunu sənə əsəbləşdirmək üçün yapırıq. Məsələ ondadır ki, həyat qabağa gedir. Sənsə dala qalmışsan. Sizinle birlikte dostlar. Sizinle birlikte. Bizimle? Lakin nəzərə alsaq ki, biz səndən qat-qat cavanıq və istedadlıyıq. Deməli bizim hələ şansımız var. Belki de siz benden bir bağlaca cavansız. Ama bu hiç değil. Değişmiş aziz benim. o hələ nəyəsə ümid edir. Yəni sən başa düşmürsən ki, sənin üçün hər şey bitib, sənin qatarın çoxdan bitmişdir. Qatar. Nikola. Çık. Biletləri təhvil verməyin vaxtıdır. Bax. Tərbiyəsiz. Doğrudan ha. Nə gözəl kostyumun var. Yəqin Nurhəyyamından qalıb. İndi belə kostyumda heç kəs çıxış eləmir. Eləmir. Böyle. İndi belə kostyumda hiç kes çıxış eləmir. Bəli. Çünkü bu kostyum ekskluzivdir. Bəli. Otur dincina. Deyəsən elə ayaqqabıların da ekskluzivdir ha? Bəli. Düz tapmısan. Ayakkabılarım da elə o vaxtdan qalıb. Nühəyyamından Nikola, qalır. Mənim dərd xatirinə əynimi dəyişməyə ehtiyacım yoxdur. Sənətdə olan bütün sizin kimi meymunlar mənimlə ayaqlaşmağa çalışıblar. Bəli, yaxşısı budur, istedadsız və bacarısızlığınıza görə məndən yediyiniz
qapazları xatırlayasınız. Dalınızdan vurduğum təpikləri yadınıza salasınız. Hərənizin dalına ən azı 1000 təpik vurmuşam. Hələ də ayaqlarım gizildiyir. Sənətin sirlərini sizə mən öyrətmişəm. İndi siz məni, öz ustadınızı ələ salmaq istəyirsiniz. Öz ürəyini, öz qaraciyərini, öz sizə vermiş bir insanı... Nə? Yararsız həşəratlar, tufu! Bu ne danışır? Bizi kimdense sərf salır. Kulak as. Ey Pepe! Pepe! Mənəm xəstəliyinə tutulmuşsan. Senin başın xarab olub. Yaddaşında itib sen bize öyle dedin. Sen sürüne o yekə dalınla sürüne sahneye çıkanda biz artık sanatın zirvesindeydik. Bəli. Hatırlayıram, oğlum. Cavan uşaq idin. Təzə gəlmişdin teatra. Bığların da var idi beləncik. Həmişə də itin əcisi taftalayırdın. Nikola! Görürəm ki, üstündə gəzdiyin kəndirdən yıxılıb birtəhər olandan sonra sənin başında biraz problemlər əmələ gəlir. Sən özün yıkılmışdın. Buna görə də səni sirkdən qovmuşdular. Ona göre onu sırttan kovdular. Arxamca da sizin dalınızdan dəydilər. Gəlin etiraf edeyim uşaqlar. Sizin kimi bacarıqsızlıqlara yalnız mənim xətrimə deyib dolaşmırdılar. Bəli, məni faciəvi şəkildə sirkdən qovdular. Amma o andaca sizin də dalınızdan dəydilər. Axı siz bacarıqsız olduğunuz üçün həmişə zəli kimi başqalarının qanını sovurmuşsunuz. Sizi bura kim gətirib, hə? Sizi bura kim bıraxıb? Kim ixtiyar verib göz nəfəsinizlə müqəddəs səhnəni murdarlayasınız? Sizin əlinizdən heç nə gəlmir. Nə əzbərçilik, nə də improvizə. Əsl sənətkara çox şey lazım deyil. O, boş səhnədə belə sənət möcüzəsi yaratmağa qadirdir. Mənə baxın. Mənə elə gəlir ki, artıq aramızdakı fərqin nə qədər böyük olduğunu başa düşdünüz. Yeri gəlmişkən, saat neçədir? Artık vakti. Vakti ya. Senin Tələsirsənsə, gedə bilərsən. Gedə bilərsən, Əsnən buyur, araya buyur. görüşdük. Görüşdük, Dəstək. Ürəyimiz istəyən qədər dəstək. İndi gedə bilərsən. Buyur, buyur. Bu ağır kömək eləyərik. Bir halda ki, biz səndən qat-qat istedadlı Bəli, bəli. sanatsızıq. Biz səhnəni murdarlayırıq. Sən gedə bilərsən. Sən Tabii, gedə Gedəcəksən. Bırak rədd olub gedəcəksən. Gəl. Əziz dostlar. Nikola,
Filippo. Əzizlərim. Deyirəm siz necə də cındır adamsınız. Bir də heyrətlənməyə dəyməz. Siz onsuz elə həmişə cındır olursunuz. Sadəcə zaman keçdikcə isə biraz da cındırlaşmısınız. Bax elə, o yüzden də bilmişəm ki, sizin kimi cındırlara etibar eləmək olmaz. Onun üçün də bildiyim bütün sənət sirlərini sizə öyrətməmişəm. Pepino'nun bildiği en vacip sənət sirləri bax buradadır! Burada! Nikola! Kulağız. Bu da elana göre buradadır. Yox, onun elə olaqdan sənin qara qaşından gözündən xoşu gəlirdi də. Gəlirsən, əlbəttə elana görə buradadır. Nəyə görə gəlir? Eğer belədirsə, o elanı düzgün oxumayıb. O elanda başa düşülməyən nə var ki? Qoca klon tələb olunur, görüş var bir yeri falan yer, falan vaxtda. Ha, falan yeri falan vaxtda, qoca kulon, qoca. Hə də o düz oxuyub. Qoca klon tələb olunur. O bunu oxuyub və gəlib. Budur. Qulaq as. Qoca klon tələb olunur. Bu qoca deyil, nədir cavan? Bu qədimidir, qədimi. Sən gör bunu onun özünə başa sala bilərsən. Onun bir ayağı buradadır, bir ayağı da orada. Hə də bilirəm, ged özünə başa sal. Bəlkə sən yoxlayasan. Nəyimə lazım? Onsuz da olar gəlib, kimin kim olduğunu görəcək. Əlbəttə, nəyimcə lazım. Onlar artık gelibler. Onlar gelibler. Onlar beni gözlemeliydiler. Buna dəqiq oradı. Ey! Eşidirsiniz! Ben gelmişim! Ben elana göre buradayım! Açın kapıları! Açın pencereleri! Sizin gecikmeye ihtiyarınız yoktu! Bu herkese karşı terbiyesizliktir! Açın kapıları! Ben bastım astım! Bugün özümü çok pis hissediyorum! Hey baştaki cennetin! Yangın tersiklendi! Yalvarırım size! Açın kapıları! Açın! Day. Dayanma, niye dayanırsan? Bəlkə o biri dünyadan dalınca gəldin, hə? Çoktan gelmeliydin. Orası sizin yerinizde. Başkalarını ele salıp gülmeyden başka elinizden hiç ne gelmir. Asıl artistler hiç vaxt gülmürler. Tamaşaçı ne kadar istesen gülebilir. Asıl artistse Ey! Pepe! Onsuz da oturmuş. Vaxtımız da ne kadar desem. Bəlkə deyəsən sənin mitlivi. Sırttan bayramdan sonra gedim ne işten meşgul olmuşsun? Öyle danışırsan ki Nikola. Güya bilmirsen ne işle meşgul olup. Bizimkilerden kimse onu görmüştü. At tuvaletinde peyin temizleyirmiş. Sonra onu necese oradan da doğdular. Ha? Pepe! Eşittim, at köblesinde işleyirmişsin. Atlarla günün çok hoş geçirmiş. Atlarla raks eliyirmişler. Efe, tanış görey. Atlarla nezi kesirmişsinlerin. At bap bap bay. Ay, bırak Ali. Ay. Görürəm ki, siz bacardığınız qədər məni daha çox alçatmağa, ələ salmağa çalışırsınız. Amma alınmayacaq. Çünki mən
zəhməti alçaqlıq saymıram. Bəli, vaxtıyla milyonların sevimlisi olan Pepino at tövləsində işləyib. Yaxşı. Sonra nə işlə məşğul olmusan? Axı səni oradan da qovublar. Sonra mən teatrda aktyor işləmişəm. Aktyor! Bəli. Klon yox, aktyor. Bir də sizi inandırıram ki, klon ya aktyor elə də böyük fərqi yoxdur. Sadəcə bir fərq var ki, teatrların ömrü qısa olur. Ustadın ölümündən sonra hər şey tüstüyə çevrilib yox. Amma mən çox şadam ki, həyatımda teatr adlı bir səhifə olub. Yox! İnanmıram. Mən də inanmıram. 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 Bak sen necə bizə yalan danışa bilərsən ha? Necə, hə, necə? Axı bizim qazanımız neyin olub? Sən həmkarlarını salırsan. Sen bizi ələ samsana qoca! Buyurun baxın. Bu nədir? Afişa. Afişa. Aşağıdan ikinci qəbir. Aşağıdan ikinci. Pepino. Dayan adını oxu. Bura. Bu kitab deyil, afişadır. Mən başa düşürəm ki, dostlar, paxıllıq sizin içinizi yeyir. Amma nə etmiyorlar? Bu faktdır, fakt. İnanmıram. Ben, ora hansısa Pepino'nun adı yazılıb. Ama biz hardan bilək ki, o hansı Pepino'dur, ha? Sen o Pepino'nu tanıyırsan, ha? Emin o Pepino'dur, orada yazılı o Pepino'nu tanıyıram. Aa, bu Combulu mən də tanıyıram, bəs onu, o birisini, orada yazılanı. Axı buradakı elə mənəm, ay key. Ola bilməz. Ola bilməz vəssalam. Bu necə ola bilər? 3 qat, 4 qat Pepino. Ona qalsa elə, mən də Pepino'yam. Ha. Biraz qarnını qabağa ver. Sen de Pepino'san. Lazım değil. Hele sen de Pepino'san. Buradakiler hamısı balaca Pepino'lardırlar. Axı buradakı mənəm. İnanmıram da. İnanmıram. Siz bilirsiniz ki, mən teatrda Kral Lear oynamışam. Ha? Bəli, Kral Lear. Kral Lear? Shakespeare sizin üçün. Meymunluq deyil, bu əsl sənətdir. Mən hələ də ayaqlarımın altında səhnəni hiss edirəm. Mən səhnəyə çıxanda tamaşaçılar heyrətdən donub qalırlar. Hey, Pepe! Pepe! Hey! Gel oğlum. Ne oldu? Pepe! Pepe! Sen oğlum, yok ne olur? Sen olmuşsun. Bırakın! Pepe! Yok! Başına gel Pepe! Yok! Nahaq çıxardınız mezardan beni. Mezar? Ne? Nahaq çıxardınız mezardan beni. Ben... Nikola. Sen cennette bakir, Bakir. müqəddəs ruhsan. Mukaddes ruh. Sen cennette bakir, müqəddəs ruhsan. Ben sen... Cehennemde ortada yere bağlanmış nanecik, yararsız köle. Kaynar gözyaşlarım yanaklarımı yandırır erimiş kurguşun gibi. Ne danışın? Ben evvel hardaydım, indi hardayım. Meğer ölmemiştim. Bu ışık nedir? Eğer mezarda da güneş nur saçır. Ben anladımlar, bak gör necə də. Tanrı xatirinə gülməyin mənə.
Yararsız, başıboş bir kocayam ben. Düz 80 yaşım var. Ne az ne de çok. Korkuram. Olmuyor ağlım yerinde. Klon olun ya yok. Sual budur. Bu. Pepe bu neydi ha? Kalk. Deli olmuşsun. Kalk. Bu nedir? Bu neydi? Narahat olmayın. Bu tamaşadan bir parçaydı. Tamaşadan parça. Bu esil senetti. Daha meymunluk değil. Hey! Bence asil senet başka şeydi. Bence derse sanat başka şeydir. Axı siz esil senetin ne olduğunu hardan bil... Ay. Gördün? Shakespeare bunun da başını xarab elədi. Tiyatrda da onu nə günə qoyublar. Bu senin için asan mesele değil. Nə? Bu ince senetli, ince senet. Sen hele yokla diyorum onun kimi mal ol diyebilirsen. Gördün? Diyebilirsen ha yokla. Nəyimə lazımdır? Mənim öz sənətim var. Bircə ilə incə sənətim çatışmırdı. Bence o başka ülkelere gitmelidir. Senetin, senetkarın kıymeti olan yerde olmalıdır. Niye Onu diyor? orada ellerinin içinde saklayarlar. Nə deyəmmisən? Gel bunu onun özünə dur, hə, getdi. Niye demirəm ki? Pepe, kulak as. Kulak as Pepe. Sen mutlaka buradan geçmelisin. Eşidirsen. Ha, başka ülkelere geçmelisin. Başka ülkelerde. Senetin, senetkarın kıymeti olan yerde Oraya olmalıdır. gitmelisin. Pepe. Ben dur de. Götür. Dur, kalk. Kalk Pepe. Kalk. Git dincel. Git sana başka ülkelerde senetin nümayiş ele. Orada senete daha yaxşı kıymet var. Eşi burada senetin kıymeti yoktur. Eşidirsen orada yaxşı kıymet verirler. Burada senetin kara köpeğin kıymeti yoktur. Çekin benden! Dokunmayın bana! Sizin mesleğinize ihtiyacım yoktu! Ağabey Pepe. Biz her şeyi samimi gönlden senin yaxşılığın için değiliz. Tümürüm sizin yaxşılığınıza! Dur! Bak ha! Koca köfte! Ehtiyatlı ol ha! Birden tüpürçeğinde boğularsın! Bak bu sene kalmayın! Elbette. Benim neyime lazımdır ki? Neyime lazımdır? Ama bir şeyi başa düşmelisən ki, senin qatarın çoktan keçib, çoktan. Sen koca kişisən, sənətsən, gençlik demektir. Tümürüm sizin gençliğinize! Puh! Ben de tüpürüm. Tüpürüm senin afişine. Ben tüpürüm seni gazet yapıştırılmış çamadanla. Puh! Gazet var idi. Sana kim deyir ha? Senin bakmaklığın var eder. Hele 80 yıl bundan evvel hamı bilirdi. Ne? Dalaşmayın. Akmaklar. Onu neyi dalaşın? Babası. Hey. Hey. Ona ne oldu ha?
Pepe. Pepe. Heh. Ne oldu Pepe? Ne ses? Ben heç nə eşitmirəm. Ben hiç eşitmiyorum. Yukarıdan ses gelir. Yukarıdan. Yukarıdan nereden? Neyse tıkıltı da. Tıkıltı? Ben hiç eşitmiyorum. Başımın üstünden gelir. Başımın üstünde ne var ki? Ses yukarıdan yok. Sağ taraftan gelir. Sağ. Yok. Ses başımın üstünden gelir. Bu musikidir. Musiki. Bu devlet tıkıltı da. Tıkıltı. Bu saatte. Saat. Tik. Tak. Tik. Tak. Artık vakti. Hava gelirler. Saat altıdır. Evet. Saat altı. Siz çoktan buradasınız. Ben səhər tezdən buradayım. Səhər tezdən. İkinci mən gəlmişəm. Ben ikinci gelmişim. Artık xeyli vaxtı buradayım. Bəs mən? Sən üçüncüsən. Üçüncü. Hansı qulağım tıqqıldayır? Bəs saat necədir? Saat 7 işləyib. En azından 7 işləyib. Bəlkə də artıq 7-dir. Belki de 7'de ne fark var ki? 7 də yaxşıdır. tıqqıldayır. 7 də yaxşıdır. Kim deyir ki 6 pisdir? Yox. Keçib. Saat 6'nı keçib. Yox. Saat hələ heç 5 olmuyor. 5 olmuyor. Geçti. Artık geçti. Yox. Eğer hele saat 5 olmayıpsa deməli tezdir. Hansı qulağım tıqqıldayır? Onlar həmişə gecikirlər. Adətləri belədir. Gecikəcəklər. Sabah gələcəklər. Sabah. Bircə sabah gəlməsinlər. Bəlkə, Bəs onda eyran vermək niyə lazım idi? bəlkə onlar heç gəlmədilər. Onlar bizi attıblar. Vəssalam. Onlar bizi aradan götürüblər. Bizi aradan götürmək onların neyinə lazımdır ki? Çünkü onlar bizi adam saymırlar. Kim saymır? Ola bilməz. Niye olabilir? Hiç. Ben de sizi adam saymıram. Sen bizi adam saymırsın. Sən bizi adam sanırsan. Ben sizi adam saymıram. Üzüne kalsa hiç ben özüm de bir zibil değilim. Biz hamımız iki ayağında yaşarıklar. Nedir? Razı kaldınız. Eşitirsiniz. Ben hiç ne eşitim. Eşit. Eşitirsiniz! Bu orkestrdi! Orkestr! Biz kurtulduk! Bu sirkti sirk! Açın pencereleri! Açın! Orası buradan gitsinler! Hey! Açın pencereleri! Açın pencereleri! Sırk! Ne sırk? Ben hiç ne işitmirəm. Ben deli olacağım! Deli olacağım! Hey! Açın pencereleri! Nikola! Filippo! Buraya gelin! Bu sirkti biz kurtulduk!
Bu neydi? Neydi? Bilmirəm. Mən nəsə bir səs eşitdim. Bense ümmiyetle hiç eşitmirdim. Ama sizin tesirinize düşmüştüm. Siz başınızı yitirmişsiniz. Yok. Ben deli olmamışım. Bu dakik sirkiydi. Büyük bir orkestriydi. Hə. Böyük bir orkestr. Var gücüyle səslənir. Nikola, sirkteki orkestri hatırlayırsan. Əlbəttə xatırlayıram. Orkestrin səsindən fillər lərziyə gəlir. Ha. Bəs Lola'nı necə? Lola yadındadır? Əlbəttə. Neçə də şey var ki, Lola mənim yadımda olmasın. Lady, I'm your knight in shining armor, and I love you. You have made me what I am, and I am yours. My love, there's so many ways I want to say I love you. Let me hold you in my arms forevermore. You have gone and made me such a fool. I'm so O hər gecə səhərə yaxın mənim yuxuma gəlir. Amma məsələ bunda deyil. Biz kimik, hə? Kim? Bəli. Biz artistlərik. Artistlər! Bizim mahiyyətimiz nədir, nə? Rənglənmiş sifət. Cındırla dolu çamadan, bax budur bizim mahiyyətimiz. Bizi yalnız səhnədə sevirlər. Özdə hamı yox. Bəs biz kimi sevirik? Bəs biz kimi sevirik, kimi? Bəli. Biz boynumuzu almasaq da hər axşam tamaşaçı salonuna toplaşan, biz yaxşı göstərdiyimiz sənətə görə bizi alqışlayan tamaşaçıları sevirik. Bəli, biz boynumuzu almasaq da biz onları sevirik. Əgər bizim tamaşaçılarımız hələ salınıb gülünməkdən necə qorxduğumuzu bilsəydilər. Lola, Lola, Lola! O sirklə üzbəüz binanın sonuncu mərtəbəsində yaşayır. O əl çatmaz idi. Onun qəlbi bədbəxt Nikola üçün bağlı idi. İp üstündə gəzən klon onun nəyinə lazımdır ki? Amma mən bir gün qorxulu nömrəni icra eləmək qərarına gəldim. Bir ip tapıb çırkın damından onun balkonuna attım. Sonra ip üstündə gəzən klon ilk addımını attı. Mən hər an yıxılıb sürsümüyümü sındıra bilirdim. Amma mən yox. Mən aramızdakı məsafəni dəf elədim. Onun otağına girdim. O heyrət dolu baxışlarıyla mənə baxırdı. Sonra isə mən onu qucaqlayıb öpdüm.
ertəsi gün o ayaqlarıma düşüb məndən geri qayıtmağı tələb elədi. Mən isə artıq göylərdə idim. Bəs sonra nə oldu? Sonra ise ben boğularak öldüm. Filippo isə mənim külümü çırpın damından havaya soğurdu. Mən ciddi soruşuram. Sonra nə oldu? Nə bilim köpək. Hərədə bir cür olur. Mən bilirdim ki, mən bura gəlməməliyəm. Bura mənim yerim deyil. Heç kəsə də lazım deyiləm. Finita la commedia. Komediyanın sonu. Filippo'yla komedya. İndi ise bu tür can sıkıcı anlardan sonra balı değişirik. Onların bedbinlikten zehlesi gelir. Onlar yalnız sevmede ağlıyorlar. Hayat onu gözyaşlarını serpelemek için haddinden artık kısadır. Daima gülüş, daima gülüş, daima ihtiram. Yanımızda musiki, yanımızda musiki, gözlerimizde Allah, gözlerimizde Allah. Neleriyle hürmetli savaşçılar, siz hiç vakit sizin karşınızda 3 dahi sanatkar, Heyrha, Filippo. Hokkabaz, Nikola. Ve ekstremal Peppino. Siz hiç vakit bu tür baş güzellendiren çocuklar. Hiç vakit bu tür heyretamis reprizler görmemişsiniz. Bu sirkin intibağı olacak. İntibağı olacak. Kalbimizde musiki. Kalbimizde musiki. Kalbimizde Allah. Zahrimar hayat. Pepe! Ne oldu? Sana ne oldu? Pepe, klonların bedmenlikten zehirlesi gelir. Klonlar yalnız seni dağılırlar Pepe. Pepe, bana eşitirsen. Pepe! Sana ne oldu? Nikola ne oldu? Bilmem. Nikola, ne oldu ona? Deyəsən, deyəsən o. Axır. Deyəsən onun axırıdır. Bu sonudur. O öyle. Bakın ben sana değildim. Ben sana değildim ki burada hava yoktu. Hava yoktu. Kömək elə, onu ayağa qaldıraq. Nə qışqırırsan? Kömək elə. Kalk. Niye? Onu divara söykəmək lazımdır. Necə yəni niyə? Kömək elə. Benim sandığımı getirin sandığımı. Ölümde bana sandığı ne inirsen? Orada benim dermanım var, gel dolun. Bum, bum,
Axı ben heç vaxt heç nə xahiş eləməmişəm. Biraz cəld olun. Mənə yaxınlaşmayın, sandığı boşaldın. Ah, ölürəm. Demədi mənə yaxınlaşmayın. Tez olun, sandığı boşaldın, dərmanımı getirin. Ah. Pepe dermanın adı nedir? Ay! Axı burada heç nə yoxdur. Derman adı dedi. Gel sandığı boşaldak. Gel boşaldak. Şimdi 10 liraya hediye alacağım. Hadi boşal. Dayan! Hara gedirsən? Hara gedirsən? Hara gedirsən? Qorxursan? Sən evə gəlin, mən nə edirəm, ha? Sən istəyirsən məni gombulla burada tək qoyasan? Otura bakın. Kömək eləyin. Axı mən heç vaxt sizdən heç nə xahiş eləməmişəm. Biz klounuz, həkim deyilik, klounuz. Biz sənə nə edəcəyik? Ona bax, onun nəfəsi kəsilir. Ona sürü nəfəs vermək lazımdır. Ağızdan ağıza. Ağızdan ağıza! Ağızdan ağızda senin nefesin nece verildiğini ben bilirim. Şimdi ödüm ağzıma gelecek. Tez elə ona kömək eləmək Belki o lazımdır. epilepsiya xəstəsidir. Biz elə hamımız epilepsiya xəstəsiyik də. Kömək elə ona. Ağzımı ağzına dirə. Düz ağzına. Ağzımı ağzına dirə. Mən ağzımı onun harasına dirəmişəm. Ged ağzını ağzına dirə. Sən ona görə məsuliyyət daşıyırsan. Əgər o gic-gici nömrəvi göstərməsəydin, o bu hala düşməzdi. Ben? Bəli, sən. Sen öz cındır kendinin üstünde gezmeseydin. Ben de öz sözlerimi demezdim. Öz nömremi göstermezdim. Bilirsən nə var? Əgər sən bura ümumiyyətlə gəlməsəydin, daha yaxşı olardı. Ha! Bunların heç biri olmazdı. Ha! Burada hamının şansı beraberdi. Hiç kimin eşleri təsiri yoktu. Köpü! Ben bir ulduz görürəm. Ulduz. Ulduz. Axır. Pepe. Pepe. Ey Pepe. Sana ne oldu ha? Pepe. Pepe. Pepe! Pepe.
Bağışlayın. Nədir? Batırdınız tumanınıza? Sen ölmemişsin. Yox, mən öldüm. Sonra yenidən dirildim. Dirildin? Bəli. O necə olur? Əlbəttə ki, böyük aktyor sənətinin sayəsində. Bəli. Gel oğlum. Mən sizə əsl sənətin nəyə qadir olduğunu göstərməyə çalışırdım. Bu sizin üçün meymunluq eləmək deyil. Bu əsl sənətdir. Əsl sənət. Mənə gəlir ki artıq siz də mənim kimi böyük bir sənətkarla eyni vaxtda yaşadığınıza görə Tanrının sizə necə böyük bir xoşbəxtlik bəxş etdiyinin fərqində. Pepe. Mən elə gəlir ki, qoca kaptar. Daha doğrusu, qoca kaptar sənətkar. Hər şeyin bir həddi var. Bəli, düz deyirsən. Hər şeyin bir həddi var. Mənim səbrimin də həddi gəlib çatdı. Odur ki, götürün bu iylənmiş çemadanlarınızı da bir dəqiqədən sonra iziniz belə burada qalmasın. Pırpız baş! Ağzını yum ha! Başa düşdün? Göz deyir. Göz deyir. Ağzımı yum. Kirkə var. Buna bak ha! Yadından çıxartma. Sənin dediyin monoloqların da bir qəpiklik qiyməti yoxdur. Başa düşdün? Şah Sözünü. Şah dedi ki, bunlar ağzını yum. Sənə dedim ki, uşaq ağzın olmasın. Öldü. Pepe. Pepe'nin. Kimse gelir. Eşidirsən. Pepe'nin öldü. Eşidirsən kimse gelir. Mehmet Neşirmirəm. Mehmet Neşirmirəm. Gelir. Pepe. Onu gizletmek lazımdır. Pepe. Kimse gelir. Pepe. Onu gizletmek lazımdır. Pepe'nin öldü. Ha, onu gizletmek lazımdır. Harda. Harda. Harda? Harda? Perdelerin dalında. Perdelerin dalında. Perdelerin dalında. Nikola. Ha, Öldü. öldü. O öldü. 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 Pepe. 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 Gel onu gizletelim. Gel. Mustafa. Götür. Mustafa.